Bunları belə təmizləyirəm və əlavə edirəm tavaya. Üzərinə duru yağ, zeytun yağı fərq etmir. Hardasa 2-3 xörək qaşığı əlavə edirsiniz. Və 2 xörək qaşığı küncüt. Bunu da əlavə edib qarışdırırsınız. Və sarımsaqlar qızarana kimi qızartırsınız belə. Baxın, sarımsaq yanmasın, karamelizə olsun. Artıq hazırdır. Qoyuram biraz soyusun qıraqda. İndi isə bir qaba 3 xörək qaşığı qatıq və bir dəstə göyərti. Fərqi yoxdur, hansı göyərtidən istəsəz əlavə eləyə bilərsiniz. Bunları belə qarışdırıram.